Siz burada işləyirsiniz? Hə, burada işləyirəm. Mən kostyum almaq istirdim. İçəri girin də. Ay qardaş, çox əlləşdirmə də. Alacaqsansa baxa bilərsən. Bəs toxunmadan mən nə bilim bunun keyfiyyəti necədir? Qardaşım, bu kostyumların hamısı keyfiyyətlidir. Türkiyədən, fabrikdən birbaşa bura gəlir. Amma açıq deyim, bu kostyum sənlik deyil. Başa düşmədim. Niyə görə? Üstübə başa baxıram, bunun qiyməti sənlik deyil. Neçədir ki bu? Bütün kostyumlar 189 manatdır. Amma sən də alana oxşamırsan. Mən gedim kostyumlara bax. Ay qardaş, dedim axı qırışdırma da, problem yaratma, əl vurma. Sənə nə fərqi var? Mən dedim axı alacam. Ay kişi, fərqi çoxdur. Sənin kimlərin mən gündə bir sən hissəsini görürəm. Birinci belə deyilsin, son deyirsin ki, rəngi xoşuma gəlmədi, balağı o deyil, bu mənlik deyil. Əzizsən də kostyumu. Sən böyük hörmətsizlik eləyirsən, amma mənə yox, özünə eləyirsən. Mən öz işimi görürəm. Bilirəm ki, sən kostyum alan deyilsən. Sən işini görmürsən. Sən burada adam seçirsən, özü də görünüşünə görə. Mənə zəhmət olmasa, 3 dənə o kostyumdan verərsən. Siz yəqin mənə düzgün başa düşmədiniz. Gedən ölçünü götürək. Çay içirsiniz. Buyurun. Deyirəm müəllim, heç kostyumların heç birini geyinmədiniz, ölçülərə baxmadınız. Geyinmədim, çünki almıram. Nətər yanılmıram? Çünki sən insanların görünüşünə görə dəyər verirsən. Bu 3 dənə kostyumu sata bilərdin, amma satmadın.